Bəzən insanlarda yanlış olaraq belə bir fikir yaranır ki, mənim yaxın aylarda və illərdə miokard infarktına tutulma riskim yoxdur və yaxud da tamamilə azdır. Çünki mən anjiyo olmuşam. Anjiyo dedikdə, yəni invaziv koronar angiografiya nəzərdə tutulur və anjiyomun nəticəsinə əsasən ürəyi qidalandıran damarlarda ciddi dəyişikliklər, darlıqlar yoxdur. Ona görə də dərman qəbul etməyə və sağlam həyat tərzinə əməl etməyə ehtiyac duymurlar. Səbəbini də belə izah edirlər ki, indiyə qədər bu illər ərzində damarlarımda ciddi bir dəyişikliklər, darlıqlar olmayıbsa, bundan sonra uzun illər bir şey olmaz. Bu yanlış fikirdir. İnsanlar çox zaman miokard infarktının səbəbini ürəyi qidalandıran damarların divarında əsasını xolesterin təşkil edən, xolesterin yığıntısı təşkil edən aterosklerotik düyünlərin illər keçdikcə yavaş-yavaş böyüyərək və sonda həmin damarın mənfəzini, boşluğunu tam tıxaması nəticəsində yaranması kimi təsəvvür edirlər. Əslində belə deyil. Miokard infarktına səbəb ürəyi qidalandıran damarların divarında olan, xüsusən də xolesterinlə çox zəngin olan, iltihablaşmış və çox zaman ciddi darlıq yaratmayan aterosklerotik düyünlərin səthini örtən, üzərini örtən örtüyün zədələnməsi, cırılması nəticəsində qanın tərkibində olan laxtalanma faktorlarının, trombositlərin laxta yaradaraq həmin nahiyəni örtürlər və bu zaman əmələ gəlmiş həmin laxta, tromb qəfil damar mənfəzini tamamilə qapamış olur, tıxamış olur və nəticədə qan axını tamamilə dayanır, çox zaman şiddətli ağrılar olur və nəticədə bəzən indiyə qədər heç bir şikayəti olmayan insanda miokard infarktı inkişaf etmiş olur. Maraqlısı odur ki, miokard infarktına səbəb olan aterosklerotik düyünlər çox zaman damar mənfəzinin 50%-dən az daraldan, diqqətə alınmayan və hətta bəzən anjiyoda görünməyən aterosklerotik düyünlərdir. Bəli, bəzən anjiyoda görünməyə də bilər. Çünki aterosklerotik düyünlərin hamısı damarın içərisinə, mənfəzinə doğru inkişaf etmir. Onlar bəzən damar divarı boyunca kənara doğru inkişaf edir və nəticədə damar divarında xolesterinlə zəngin yığıntı olmasına baxmayaraq damar mənfəzi anjiyoda hələ açıq görünür. Yəni, sizə çatdırmaq istədiyim mesaj odur ki, yalnız anjiyonun nəticəsinə əsasən riski dəyərləndirmək, arxayın düşmək lazım deyil. Xəstənin şikayətlərini, həyat tərzini, risk faktorlarını, ailə anamnezini və digər laborator və instrumental müayinələrin nəticələrini nəzərə alaraq biz riski dəyərləndiririk və həmin riskə uyğun xəstəyə sağlam həyat tərzinə dair tövsiyələr və dərmanlar təyin edirik. Hansılar ki, mövcud olan aterosklerotik düyünləri, o cümlədən yırtılmağa meyilli olan aterosklerotik düyünləri, onların örtüyünü möhkəmləndirir, stabilləşdirir və beləliklə infarkt riski qat-qat azalmış olur.